Onlar əvvəlcə taksi sürücülərinin, indi isə kuryerlərin işini əlindən aldılar. Bu qarşımda gördüyünüz Los Angeles'ın isti yemək daşıyan robot kuryerləridir. Uber Eats və DoorDash üçün çalışırlar. Əslində insandan bir o qədər də fərqlənmirlər. Çox rahat qaydada piyada keçidindən keçir, ətrafına nəzarət eləyir, insanlara hörmət eləyir və əsas işi sadəcə A nöqtəsindən B nöqtəsinə isti yeməyi daşımaqdır. Əslində bu gördüyünüz robotların 90%-i süni intellekt vasitəsilə idarə olunur. Üzərlərində olan kamera və lidarlar sayəsində ətraf mühiti müəyyən edib öz xəritələri üzrə hərəkət eləyirlər. Amma bütün bu kuryerlərə, robot kuryerlərə uzaqdan operatorlar da nəzarət edir və işin maraqlı tərəfi ondan ibarətdir ki, həmin operatorlar Amerikada deyil, Hindistanda, Meksikada, Filippində olan operatorlardır. Onlar uzaqdan Amerikada kuryer işləyə bilirlər və bir operator bir neçə dənə kuryeri idarə eləyə bilir. Niyə onlar uzaqda yerləşirlər? Səbəbi çox bəsit və aydındır. Çünki daha az əmək haqqı alırlar. Yəni siz Amerikaya kuryer kimi işləməyə gəlmək istəyirsinizsə, bunu uzaqdan da həyata keçirə bilərsiniz. Amma burada hər çatdırılma üçün 5, 7, 10 dollar qazana biləcəyiniz halda sadəcə uzaqdan işləyəndə 1-2 dollar qazanırsınız. Amma hər nə qədər şəhərin bu cansız varlıqları yerlilər və turistlər üçün şirin cihazlar kimi görünsə də, evsizlər və işsizlər üçün sözün əsl mənasında yem vasitəsidir. Los Angeles'ın qaranlıq və yağışlı küçələri nəinki insanlar üçün, hətta robotlar cihazlar üçün belə təhlükəlidir. Bu səbəbdən evsizlər həmin cihazları yağmalayır və daxilində olan yemi ələ keçirirlər və nəticə etibarilə həmin cihazlar vandalizmə məruz qalır. Elə bu səbəbdən bəzi şirkətlər təhlükəli ərazilərdə, bəzi küçələrdə bu robotların xidmətindən istifadə etmirlər. Və sizin fikrinizə görə robotlar həqiqətən insanları əvəz eləyə biləcəkmi və növbəti qurban hansı peşə sahiblərdir? Rəy bölməsində fikirlərinizi mənimlə bölüşün.